Kızlar, piraşkilərimiz hazır. İndi piraşkiləri mən sizə həm incəliyini, həm də yumuşaqlığını göstərmək istəyirəm. Baxın, yumuşaq. Qəşəng piraşkilər hazırlamaq istəyirsinizsə, bizdə qaz biraz zəif idi. Baxın, ona görə çox da istədiyim kimi qızarda bilmədim. Belə yumuşaq, dadlı, ləzzətli piraşkilər hazırlamaq istəyirsinizsə, resepti indi mən sizinlə paylaşacağım. Baxın. Nazikliyi, dadı möhtəşəmdir. Deməli qızlar, qaynanam uşaqlara piraşki bişirir. 6 stəkan onu götürüb, 1 çay qaşığı maya, droj əlavə edib, 1 ədəd yumurta. Sonra burada südlə suyu qatıb, hardasa 1 stəkan kimi süd, 1 stəkan kimi su, ilıq şəkilə gətirib, ilıqdan bir balaca isti. Biraz duz əlavə elədi. İndi bir balaca duru yağ da əlavə edəcək. Bunu yoğuracaq. İndi piraşkilər necə alınacaq çəkib paylaşacağım. Burayı da bıçak tutayım edeceğim. Yumuşak olsun değil mi? Bu piraşki satılan yerler var ya bazarın içinde. Kulak yığırlar. Onların kameraya bakıram durudu. Ne kadar çok güzel olsun bir yaş şişirir değil mi? Bomboş olanlar. Deməli qızlar, əlavə yenə 1 stəkan da su gətirdik. Çünki qaynanam deyir ki, xəmir həddindən artıq yumuşaq olsun ki, piraşki yumuşaq olsun, qəşəng şişsin. 1 stəkan da baxır əlavə su gətirdim. Yəni siz suyu apardığı qədər, yumuşaq xəmir olana qədər nə qədər su gedir, o qədər əlavə edin. Biz 1 stəkan su, 1 stəkan süd bayaq əlavə elədik. İndi də az su əlavə edib qaynanam yoğurur. Deməli qızlar, yağı sonunda əlavə edirsən ki, həm xəmir yapışmasın, həm də yumuşaq olsun. Bulkuya da biz yağı əlavə edirdik əvvəl bir miqdarını içinə. Qalanını isə üzərinə əlavə eləmişdik. İndi də yenə baxın. Üstünə əlavə edib yoğuranda xəmir ələ çox yapışmır, rahat olur yoğurmaq. Xəmirimiz demək olar ki, hazırdır. Oldu, xəmirimiz hazır. İndi bu xəmirin üstünə salfan salırıq, qoyuruq ki, mayalansın. Baxın, yumuşaq, pambıq kimi xəmir oldu. Şimdi yumuşaqlığını göstərəcəm sizə. Baxın. Mən qızlar, piraşkinin xəmiri özünə gəlir.